Sizdən soruşdular ki, Azərbaycan tarixində ilk dəfə türk dilindən dövlət dili səviyyəsində istifadə edən dövlət hansı olmuşdur? Deyərsiniz ki, birmənalı Səhvlər dövləti. Bəli, Səhvlər doğrudan da türk dilindən dövlət səviyyəsində istifadə etmişlər və dağılana qədər türk dili dövlət dillərindən biri oldu. Lakin türk dilindən dövlət səviyyəsində Azərbaycan tarixində ilk istifadə edən dövlət Hülakülər dövləti idi. 1256-cı ildə dövlət yaranandan 13-cü əsrin 80-ci illərinə qədər Hülakülərin bütün yazışmalarında, eyni zamanda pul kəsilməsində türk dilinin Uyğur ləhcəsindən birmənalı istifadə olunurdu. 13-cü əsrin 80-ci illərindən başlayaraq artıq yavaş-yavaş Hülakülərdə fars dilindən də istifadə edilməyə başladı. Eyni zamanda 1301-ci il Qazan xanın pul islahatından sonra pul kəsilməsində birmənalı fars dilinə keçildi. Bir şey də deyim ki, Hülakülər türk təqvimindən də dövlət səviyyəsində istifadə edirlər və bu təqvim Qacarlar hakimiyyətə gələnə qədər Azərbaycanda qüvvədə qalmışdı. Hülakülərin hakimiyyəti fars dilinə də dönüşəmələ gətirdi. Belə ki, elm dilində Hülakülərə qədər ərəb dilindən istifadə olunurdu. Məhz Hülakülərin gəlişindən, hakimiyyətə gəlişindən sonra elmi yazışmalarda, elmi əsərlərdə birmənalı fars dilinə keçildi.